Hər gün on minlərlə, yüz minlərlə manat vəsaitlər kibercinayətkarlıqla mənimsənilir. Mobil telefonlar bəzən bizi fərqində olmadan təhlükəli tələlərin içinə sala bilir. Onlardan biri də qanunsuz mərc və şans oyunlarıdır. Reklamlara, elanlara inanıb mobil cihazına yüklədiyi mərc və şans oyunları tətbiqlərinin və yaxud daxil olduğu saytların qanuni olub olmadığından xəbərsiz olur bəzi istifadəçilər. Qanunsuz platformalarda insanları yalnız aldadıb onların pullarını oğurlamır, həm də istifadəçilərin şəxsi və bank kartı məlumatlarını ələ keçirir və bu məlumatları digər qanunsuz mərc və şans oyunları platformalarına ötürürlər. Telefonlarınıza yüklədiyiniz bu qanunsuz platforma tətbiqləri vasitəsilə telefonunuzun kontaktlarına və mesajlarına da çıxış əldə edilə bilirlər. Bank kartı məlumatlarınız oğurlana bilər, izlənə bilərsiniz. Həmçinin şəxsi məlumatlarınız da asanlıqla mənimsənilə, kartlarınızdan pul çəkilə bilər. Qanunsuz mərc və şans oyunları sizin əlinizdən sizin pulları sadəcə sizin iradənizlə deyil, heç siz bilmədən də çəkə bilərlər. Odur ki, yenə bütün izləyicilərimə üst tuturam. Mənbəyi məlum olmayan, asanlıqla sizi cinayətin qurbanı edə biləcək qanunsuz mərc oyunlarından uzaq durun. Telefonlarınızdan qanunsuz mərc və şans oyunları tətbiqlərini silin. Bu cür tələlərin qurbanı olmamaq üçün yalnız rəsmi və lisenziyalı platformalardan istifadə edin. Qanunsuz mərc və şans oyunları yalnız pulunuzu deyil, şəxsi məlumatlarınızı da riskə atır.